Bak bu bu internetin qoşulmasına dair bak Telekomdan müqavilə. Daha sonra Azərqazdan arayış, bir də Azərqazdan müqavilədir. Vətəndaşla konkret var, Azərqazın müqaviləsi. Görürsünüz, sayğacın çəkilməsi, sayğac koduna qədər, nömrəsi, koduna qədər hamısı var. Sonra gəlirik. Müəllim, siz bu çəkilişlər Bütün ödənişləri Azərişığa eləyibdir. Əlində qəbizləri, çekləri, abonent koduna qədər var hamısı. Sonra bir dəqiqə. Nərimanov rayonu, Nərimanov rayonu Aşıq Qərib küçəsi, ev 1001-ci, mənzil 0167. Yəni bu ünvanı bələdiyyə və müvafiq icra hakimiyyəti orqanı veribdir. Əgər bu qanunsuzsa bu mənzil, niyə ünvan veribdir? Bu ev ünvanı da var, mənzilin də ünvanı var. Onu da dövlət qorunacaq, vətəndaş özü onu edə bilməz. Onu da bir göstərir. Bunu bir nəfər bir arayış verdi bələdiyyə tərəfindən. Vətəndaşa ki, həqiqətən o ünvanda yaşayırlar. Görsüz ünvan. Aşıq Qərib küçəsi, bax Zəhmət Ulusu baxın. Baxın, vətəndaşa verilibdir. Abdullah İsmail Nizamoğlu'na vəsiqəsinin nömrəsi. Həqiqətən Aşıq Qərib küçəsi, ev 1001, mənzil 0160 ünvanda yaşayırsan. Bax, orada yaşayır, Asan kommunala da verilir. Yəni, nəyi də deyim, ha? Bunlara bütün kommunallar Asan xidmət vasitəsi.